Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya kitabından bölmə 1.1 və bölmə 1.2-nin ümumiləşdirici tapşırıqların izahına baxacağıq. Birinci testə baxaq. Bizə belə bir mətin verir və mətni tamamlamamızı istəyir. Uzunluq, coğrafi uzunluq, koordinat sistemi, nisbi mövqeyi, coğrafi mövqeyi, mütləq mövqeyi bizdən soruşmağımızı istəyir. Biz bu cür mətnlər işləyən zaman mətnə əsasən suallar verərək tapırıq və yaxud da ki, biz mətni işləməyin bir başqa yolu da əsasən kitablarda bu sözlər mütləq şəkildə yazır. O şəkildə də işləyə bilərik. Gəlin baxaq. Yer kürəsində obyektin dəqiq yerini, yəni coğrafi mövqeyini müəyyən olunur. Yəni biz dəqiq yerini nə ilə müəyyən edirik? Təbii ki, mütləq mövqeyini müəyyən edirik. Yəni sual verərək tapırıq. Birinci olacaq mütləq mövqey. Yəni yer kürəsinin dediyi ki, obyektlərin dəqiq yerini müəyyən edilirsə, bu olacaq mütləq mövqey. Daha sonra coğrafi ilə müəyyən olunmasıdır. Yəni mütləq mövqeyi biz nə ilə müəyyən edirik? Təbii ki, koordinat sistemini müəyyən edirik. Eni və uzunluğun kəsişməsindən tapırdıq. Ona görə ikinci olacaq koordinat sistemi. Daha sonra koordinat sistemi qlobus və xəritələrdə görə təyin edilir. Biz bilirik ki, qlobus və xəritələrdə eni və uzunluqlara görə təyin olunur. Biz həmişə koordinatı yazanda birinci enliyi yazırdıq. Ona görə birinci olacaq sözümüz enlik. Daha sonra bizdə olacaq nə? Coğrafi uzunluq. Yəni birinci oldu enlik, ikinci oldu coğrafi uzunluq. Görə təyin edilir. Daha sonra obyektlərin digər yerlərin nəzərən yer dəyişməsinə əlaqə olduğunu müəyyən edilməsidir. Yəni bu hansı olacaq? Nisbi mövqe olacaq da. Digər obyektə nəzərən hər hansısa bir coğrafi obyektə nəzərən yerləşməsi nisbi mövqe adlanır. Yəni misal üçün biz deyirik ki, filankəsin evi məktəbin yanındadır. Və yaxud da deyirik ki, filankəsin evi o biri qonşunun evinin böyründədir. Yəni bu nisbi mövqe baxın budur. Ona görə oldu da bura nisbi mövqe. Gəlin bir də oxuyaq. Dedik ki, yer kürəsində obyektlərin dəqiq yerini müəyyən edilməsidir. Bu olacaq nə? Mütləq mövqe. 2. Coğrafi ilə müəyyən olunmasıdır. Nə ilə müəyyən edirik? Coğrafi koordinat sistemini müəyyən edirik. Koordinat sistemi qlobus və xəritələrdə birinci enliyi gəlir. Yəni koordinatı yazanda birinci enliyi, daha sonra uzunluğu yazırdıq. Ondan sonra təyin edilir. Obyektlərin digər necə yer dəyişməsinə əlaqə olmasını müəyyən edir. Bu da olacaq nisbi mövqe. Əgər iki obyektdən söhbət gedirsə, digər obyektə nəzərən, digər obyektə nisbətən yerləşməsi sözləri varsa, bu nisbi mövqeyə aid olacaq. Ona görə də oldu burada da nisbi mövqe. Gəlin ikinci tapşırığa baxaq. İkinci tapşırıqda bizə belə bir plan verir. Planda deyir ki, turistlər gözəl təbiətə malik ərazilər səyahət etmək istəyirlər. Ərazinin planı verilmişdir. Yəni bizdə görürük ki, ərazinin planı var. Dörtlü koordinatda verir və altı koordinatda da bəzi obyektlərin yerini müəyyən etməyə çalışacağıq. A tapşırığında deyir ki, plandakı ərazini təsvir edin. Planda biz görürük ki, baxın, bu yumru dairələr görürsə, bunlar horizontallar deyirlər. Planda dağları horizontallarla təsvir olunur. Fikir verirsinizsə, hündürlüyümüz, baxın, bu məsəl üçün dağın hündürlüyü 430 metrdir. Bu məsəl üçün haşiyin yerləşdiyi dağın hündürlüyü təxminən 400 metrdən yuxarıdır. Daha sonra iki dağın arasında görürük ki, düzənliyi var. Daha sonra mərkəzi hissədə bataqlıq ərazisi var. Daha sonra şimal-qərb hissədə yəni göl. Sonra cənub-qərb hissədə bir göl var. Daha sonra görürük ki, burada nə yerləşir? Baxın, işarə bax, şose yolu yerləşir, qırmızı işarələri. Sonra 3 dənə kənd var ərazidə. Dəmir yolu yerləşir. Daha sonra abadlaşdırılmış torpaq yol var. Yəni bu da nə oldu? Planımızın xüsusiyyəti. Dedik ki, 2 dənə dağ oldu. Yəni bu dairələr dağları bildirir. Daha sonra bu düz xəttlər bataqlığı bildirir. Yəni burada da qeyd olunub. Yəni 3 dənə kəndimiz var. Sonra şose yol var. Dəmir yolu, abadlaşdırılmış torpaq yolu. Həmçinin də düzən ərazidə yerləşib. Bu oldu bizim planın təsviri. Daha sonra B-yə baxın. Birinci kənddən çıxan turist. Yəni baxın, birinci kəndimiz budur. Yola çıxan turist əvvəlcə 3-cü kəndə. 3-cü kəndimiz də baxın budur. Daha sonra isə Y məntəqəsində yerləşdiyi gölə doğru getmək istəyir. Onlar ardıcıl olaraq hansı istiqamətə getməlidir? Bizdən baxın, azimutu soruşur. Baxın, baxın görürük ki, gedən istiqamətdə şərqə gedir. Daha sonra şimala gedir. 3-cü kəndə getmək üçün şimala qalxır. Sürü silindi bu. Baxın, birinci şərqə getdi. Yəni sağa getdi. Daha sonra yuxarı qalxdı. Yuxarı bilir ki, şimaldır. Üçüncüyə necə getdi? Birinci şərqə, daha sonra şimal,
Daha sonra isə Y məntəqəsinə baxın, şimal-şərq istiqamətində getdi. Şimal-qərb istiqamətində getdi. Baxın, turist necə getdi? Baxın. Birinci getdi şərq istiqamətdə, daha sonra şimal istiqamətdə, daha sonra isə getdi şimal-qərb istiqamətinə hərəkət elədi. Yəni bu oldu bizim B tapşırığın cavabı. Üçüncü tapşırığa baxaq. Bataqlıq və göldə yerləşən məntəqələr döllü koordinat sistemində müəyyən edin. Bataqlıqda və göldə yerləşən məntəqələr birinci Y məntəqəsidir, ikinci də C məntəqəsidir. Gəl onları müəyyən eləyək. Dördlü koordinatda biz demişdik ki, üfüqi şaqili xəttləri əsasında aparılır. Birinci üfüqi xəttdəki rəqəm yazılırdı, daha sonra isə şaqili xəttdəki rəqəm yazılırdı. Üfüqi xəttdə duran ilk rəqəm, yəni baxın, C-nin tapsa 34. İlk rəqəm də 34. Baxın, bu hissəni nəzərdə tutur. Orada baxın, bu hissələri götürəcəyik. 34, yəni kəsilməsində 34, 53. Bu oldu C-nin koordinatı. C-nin koordinatı oldu bizdə neçə? 34, 53. Daha sonra baxaq görə Y-nin koordinatı nədir? Y də eyni şəkildə 34-ə düşür. Baxın, üfüqi xətt 34-ə düşür. Üfüqi xətt 34-ə düşür. Şaqili xətt isə 56-ya düşür. 56-ya düşür. Oldu nə bizdə bu? Y-nin də koordinatı oldu bizdə 34, 56. Bu da oldu bizdə C-nin tapşırığının cavabı. İndi isə baxaq, görək bizdən növbəti tapşırıqda nə istəyir. Bizdən deyir ki, D-də sizcə turistlər Y-yə yoxsa H məntəqəsinə daha rahat gedə bilərlər üçün bizdən fikri soruşur. Gəlin baxaq və fikrimizi əsaslandıraq. Y məntəqəsi düzənliyə ərazidə yerləşir, gölün sahilində yerləşir. H məntəqəsi isə dağın zirvəsində yerləşir. Yəni dağ deyə və ya da təpəlik deyə, yəni onun zirvəsində yerləşir. Sizcə siz turist olsanız hansı ərazidən getmək üstünlüyü verirsiniz? Təbii ki, düzən ərazidə getmək üstünlüyü verirsinizsə, baxın. Yəni Y məntəqəsi əslində tam düzənlik getmir, dağın ətəyindədir. Yəni daha rahat gedərsiniz. Yəni düzənlik ərazidə daha rahat gedərsiniz. Fikir verirsiniz, H məntəqəsinə baxırsınız. Siz getmək üçün gərək 400 metrdən çox dağa dırmaşmalısınız. Bu da nisbətən çox yorucudur. Ona görə də Y məntəqəsinə getməyimiz daha sərfəli olar. Bu da oldu bizdə D məntəqəsinin D-nin cavabı. Sonra Y-yə baxaq. Bizdən Y-də tapşırığa baxaq. Deyir ki, A, B, C, D, F və H məntəqələrinin altı koordinat sistemində müəyyən edin. Baxın, A məntəqəsi budur. Sonra B məntəqəsi budur. Sonra C məntəqəsi baxın buradadır, şimaldadır. Daha sonra bizdən deyir D məntəqəsi baxın buradadır. Gəl onları yerləri müəyyən edək. F məntəqəsi görüm. F məntəqəsi baxın buradadır. H məntəqəsi buradadır. İndi isə gəl onların koordinatları müəyyən edək. A məntəqəsi koordinatına baxaq. A-nı yazaq. Birinci A-nın dördlü koordinatını tapırıq. Altılı koordinatı tapmaq üçün. Baxın 32, 50. Altılı koordinatı yazmaq üçün biz nə edirdik? Bunları birinci dördlü koordinatı yazdı. Araların arasını və arxasını boş qoyurduq. 32, 50. Daha sonra altılı koordinatına baxaq. Birinci şaqili xəttdən sayırdıq. Yəni ortaya şaqili xətdən rəqəm yazırdıq. Axıra isə üfüqi xətdən rəqəm yazırdıq. Gəl sayaq. 1, 2, 3, 4, 5. Aya qədər şaqili xətti 5. Daha sonra üfüqi xətdən sayaq. 1, 2, 3, təxminən 4. Bu da A-nın altı koordinatı oldu. 32, 55, 04. Daha sonra B-nin koordinatına baxaq. B-nin koordinatına baxaq. A-nın gəl üstünə xətt çəkək, tapdığımız üçün. Gəl B-nin koordinatına baxaq. B. Gəl birinci B-nin dördlü koordinatını tapaq. B baxın buradadır. Gəl üstünü təmizləyək. 36, 56. Eyni qayda ilə 36, 56 yazırıq. Arasını və arxasını boş qoyuruq. İndi isə onların birinci xəttdən B-yə qədər olan məsafəni tapaq. Tapmaq üçün sayırıq. Baxın. 1, 2, 3, 4, 5. Oldu. Şaqili xəttdən B-yə qədər olan məsafə 5.
Daha sonra üfüqi xəttə B-yə qədər olan məsafəni tapaq. Baxaq. 1, 2, 3. 3. Bu da oldu 3. Oldu. B-nin koordinatı 56, 55. Yox, 36, 55, 63. Bu oldu B-nin koordinatı. Gəlib B-nin üstünə xətt çəkək. Daha sonra C-yə baxaq. C-nin koordinatını tapaq. Gəlin bunu təmizləyim. C-yə baxaq. C baxın buradadır. C-nin koordinatını, dörtlü koordinatını tapaq. Yerləşəcək 39 və 58-ə yerləşəcək 39, 58. C 39, 58. Bu oldu 14-lü koordinatı. İndi 6 koordinatını tapaq. 6 koordinatı tapan zaman baxaq. Görək aşağıdakı xəttə nə qədər məsafədə yerləşir. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 yerləşdir. Aşağıdakı xəttə 8 yazırıq. Onun sonra üfüqi xəttə qədər olan məsafəsi də olacaq. Hardasa bax. 1, 2, 2 olacaq. Oldu bizdə 39, 85, 82. Bu C-nin koordinatı oldu. Daha sonra D-yə baxaq. D-yə baxaq. D-nin koordinatını tapaq. D baxın buradadır. Onu təmizləyək. D-nin koordinatı 41 və 53-dədir. Yəni 41, 53. O dörtlü koordinatı 41, 53. Daha sonra 6 koordinatını tapıb bu xətti biraz sərgiyə çəkək. Düz üstünə düşsün. Baxın belə. 41, 53. İndi isə onun koordinatını tapaq. Görək D-dən nə qədər məsafədə yerləşir. Baxaq. 1, 2. Aşağıdakı xəttdən D-yə qədər olan məsafə 2-dir. 41 arası, 41 53 arası 2 yazırıq. Daha sonra aşağıdakı xəttə baxırıq. Üfüqi xəttdən D-yə qədər olan məsafə baxıb 1, 2, 3, 4, 5, 6, 7. D-yə qədər olan məsafə 7-dir. Oldu D-nin koordinatı 41, 25, 37. Bu oldu D-nin 6 koordinatı. Sonra F-ə baxaq. F-ə baxaq. F-in koordinatı hansıdır? F-in koordinatı baxın budur. Aha. F-in koordinatı olacaq. Baxın bizdə 42 və 51. F-in koordinatı oldu bizdə 42, 51 dörtlü koordinatıdır bu. Daha sonra F-in koordinatı 42, 51 və bizdən soruşur. Dörtlüsünü soruşur. Baxaq ben buranı silim. Tam dəqiq görüm. Hansı məsafədə yerləşir. Aha, bəli. Baxın bir də, baxın aşağılı xəttin məsafəsi 1 deyil. Yəni aralarında 1 yazacağıq. Yəni dörtlü koordinatın arasına 1. Daha sonra isə hündürlüyü tapanda, yəni o da elə 1 olacaq. Baxın burada yerləşəcək, bir məsafədə yerləşir. Oldu F-in koordinatı 42, 15, 11. Bu F-in koordinatı oldu. Daha sonra biz baxaq. EC məntəqəsinə baxaq. H məntəqəsinin hündürlüyünə baxaq. Buradan yazaq. Baxaq görək, burada yerləşir. Onu da təmizləyək və çəkək. Koordinatını tapaq. Baxın, burada yerləşdi 43, 54-də yerləşir, 43, 54, 43, 54, bu oldu 14-lü koordinatı, 6 koordinatı, daha sonra isə şaqil xəttin üfüqi xəttinə qədər olan məsafə, şaqil xətdən haşa qədər olan məsafəni tapıb 1, 2, 3, 4, 5, 6, 6, 43, 6, 54 və üfüqi xətdən EC qədər olan məsafəni tapsaq, görürük ki 2 olacaq. Baxın 1, 2, 2. Bu oldu 43, 65, 42. Bu oldu Heyzin 66 koordinat sistemi. Deyək ki 6 koordinat sistemi tapan zaman birinci biz demişdik ki dörtlü koordinatı taparıq, arasını və arxalarını boş qoyuruq və üfüqi xətdən rəqəm, yəni qoyulan operatora qədər məsafəni tapırıq. Yəni şaqili xətdən baxın belə belə deyim ki 6 koordinat tapan zaman birinci dörtlü koordinat tapırdı. Məsələn deyək ki 41, 53 deyək və onun arasını boş qoyurduq. Həmçinin bu şaqili xətdən
operatora qədər olan məsafəni tapırdıq. Onun tapdığımız rəqəmi ortaya yazırdıq və eyni qayda ilə də üfüqi xəttdən operatora olan məsafəni tapıb arxa hissəsinə yazırdıq. Yəni bu olurdu bizim 6 koordinat sistemimiz. 6 koordinatdan da 4-lü koordinat keçən zaman arxadan və ortadakı rəqəmləri atırdıq. Bu olurdu bizim 4-lü koordinat sisteminə keçidimiz. İndi isə gəlin növbəti tapşırığa baxaq, F tapşırığına baxaq. F tapşırığında deyir ki, verilmiş koordinat sistemlərinin hansı məntəqələr və obyektlər yerləşir. Gəlin baxaq, bizdən birincisini deyir ki, 30-50, 4-lü koordinatını deyir, 30-50, baxın 30 buradadır, 50 də buradadır. Harada yerləşəcək? Kəndə yerləşəcək. Birinci oldu kənd. 34-51-ə baxaq, 34-51 baxaq, 51 buradadır. Bu 34-51 baxın bura gölə düşəcək. Daha sonra 36-52 36 baxın buradır. 52 də baxın bura düşür. Har düşəcək? Kəndə düşəcək. Yəni 3-cü kəndə düşəcək. 36-52. Sonra 40-50-yə baxaq. 40-51 baxın təxminən 51 buradadır. Cavan tapaq. 40 da buradadır. Düşəcək harada bizə? Dəmir yoluna düşəcək. 40-50. Dəmir yoluna düşəcək. Daha sonra baxaq. Burada 6'lıq verib. 6'ını da demişdik ki, 4'lüyə keçən zaman ortadan və arxadan bir rəqəmlər atırdıq. 4'ü və 0'ı silirik. 31, 55. 31'ə baxaq. 31 buradadır. 55 haradadır? 55 də buradadır. Düşdü hansına? Dağın zirvəsinə düşdü. Ona görə sildik bunu. Bunu da tapdıq. Daha sonra baxaq. Yenə 39. Arxadan və ortadan bir rəqəm silirik. 39-58'ə baxırıq. 39-58 baxın. 39 buradadır. 58 də buradadır. Düşdü C məntəqəsinə. Yəni abadlaşdırılmış yola düşdü. Ona görə bunu da tapdıq çıxırıq. Daha sonra yenə eyni qayda ilə arxadan və ortadan bir rəqəm silirik. 9'ları və 5'ləri çıxırıq. 34. Daha doğrusu 4'ü siləcəm. Bunu təmizləyim. 4 və 9'u siləcəyik. 9'u sildik. 9 ilə 4'ü sildik. Elə də 34, 56. Bizdə olacaq hansı? 34 baxın bu xəttdir. 56'da bizdə olacaq. Baxın bura. Düşəcək hansı məntəqəyə? Y məntəqəsinə düşəcək. Daha sonra sonuncu rəqəmə baxaq. 43 və 54'ü bizdən istəyir. 43, 54'ə baxaq. 43 baxın buradır. 54 də haradır? 54 də bizdə düşəcək. Baxın bizdə düşəcək. Hansı məntəqə düşdü? Heç məntəqəsinə düşdü. Bu da oldu bizim 43, 54'ün cavabı. Videonuz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Hələlik gələn videolarda görüşənədək.